Bəli. Yenə də deyirəm, nə avtomobil alırsınız, 06 alırsınız, aparın yoxlatdırın. Sonra əlinizi başınıza vurmayasınız ki, vay, mən düşdüm ziyana. Pis maşın yoxdur, pis sürücü var. Bəzi insanlar var, evdə oturur, açır YouTube-u, Nazlı xanımı sizin sayənizdə maşını oradan tapır, zəng gelir, alır, alış-veriş edirlər. Yenə də deyirəm, pis avtomobil yoxdur, pis sürücü var. Məsələ var, deyir ki, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Üzr istəyirəm, maşını alırlar, biz bilmir benzin filtri harada yerləşir, hava filtri harada yerləşir, benzin tökür sürür. Bir müştəri gəlmişdi bu yaxınlarda, bəlkə bir 500 manatacan xərci var. Deyirəm, bu maşın nə gündədir? Deyir ki, mən bu günə qədər maşına 1 manat da qoymamışım. Problem odur da. Bax, kim o söz deyirsə qaçmaq lazımdır. Deyirlər, 1 manat da xərc qoymamışam. Maşına pul qoyarlar da. Ay sağ ol. Soruşam, benzin filtri dəyişdirdiyi o harda olur? Əziz dostlar, uzun zamandır ki, bizim izləyicimizdə həmçinin dostlar, yəni çox gözəl kəlamları var. Ağzından açılan hər bir sözə Qızıl xırdalayır. Estağfurullah. Maşın bazarında ancaq leşlər satılmır. Yaxşı maşın da var. Elə insan var ki, gedir, yaxşı maşını xarici ölkədən tapır, götürür, gəlir, 5 manat üstünə halalına qoyur, satır. Amma onu tapmaq lazımdır. Mütləq avtomobil hər nə alırsınız, alın. Maşını aparıb yoxlatdırmaq lazımdır. Dəmirçi baxmalıdır. Kör-körənə maşını almaq olmaz deyək də, mümkündür. Hətta 2019, mənim yanıma müştəri gəlib, maşını alıcı ilə satıcı yoxlatdırmağa gəlirlər. İnanın ki, dəmirçi də baxıb, malyar da baxıb, hamı baxıb, mən elektrikəm də. Diagnostikaya girdim, elə belə gəldim, dal sistemini qaldırdım, gördüm ki, maşına yandan necə vurublarsa, avtomobilin polu o belə qatdalanıb, hələ də açılmayıb, elə də satır onu. Elə də satır. Onu dəmirçi görməyib, qaldırıbla maşının altından görsənmir, amma içəridən görsənir. Yəni mən onu bilmədən elə belə qaldırdım ki, görüb pasıl çürüyü belə bir şey var. Günah indi kimin olacaqdı? Mən o maşını elə vəziyyətdə alacaqdı bir alan. Ustaların.